Montenegro hazırda iqtisadi baxımdan xaricdən asılı bir dövlətdir. Ölkədə istehsal demək olar ki, yoxdur və buna görə də əksər məhsulları Avropanın müxtəlif yerlərindən ixal edirlər. Avropa Montenegroya dəstəyini dayandırsa, ölkə çətin vəziyyətə düşər. Bu səbəbdən xarici investorlar Montenegro üçün çox vacibdir. Hazırda ölkə əsasən turizmdən və xarici şirkətlərdən gəlir əldə edir. Digər tərəfdən bankçılıq sektoru burada olduqca geridə qalıb. Mobil bankçılıq Azərbaycanla müqayisədə inkişaf etməyib və ən sadə bank əməliyyatlarını belə yerinə yetirmək üçün bank filialına getməlisiniz. Bank kartınızda nağd pul çıxara bilərsiniz, ancaq hesaba pul yatıra bilmərsiniz. Montenegroda yaşayış xərclərinə gəldikdə isə bu barədə danışılacaq çox şey var. Tutaq ki, 2-3 nəfərlik bir ailəsiniz və Montenegroda yaşamaq istəyirsiniz. Paytaxtda məskunlaşmaq fikriniz varsa, bir otaqlı və ya ən çox 2 otaqlı bir mənzil sizin üçün kifayət edəcək. Montenegroda standart bir mənzilin aylıq kirayəsi 400-700 avro arasında dəyişir.